Tbilisidən salamlayıram. Bəli, Ermənistanda keçirilən parlament seçkilərinin nəticələri Gürcüstanda da diqqətlə izlənildi. Rəsmi Tbilisinin ilk reaksiyası kifayət qədər aydın oldu. Gürcüstanın baş naziri İrakli Kobaxidze Nikol Paşinyanı və onun rəhbərlik etdiyi Vətəndaş Müqaviləsi partiyasını seçkilərdə əldə etdikləri uğur münasibəti ilə təbrik edib. Bu, rəsmi Tbilisinin seçkilərin nəticələrini ilk növbədə regional sabitlik, qonşuluq münasibətləri və ölkələr arasında əməkdaşlığın inkişafı baxımından qiymətləndirdiyini göstərir. Gürcüstandakı ekspert dairələrində də seçkilərin nəticələri Cənubi Qafqazda sülh prosesinin perspektivləri, regional iqtisadi əməkdaşlıq və nəqliyyat kommunikasiya layihələrinin gələcəyi kontekstində müzakirə olunur. Ekspertlərin bir qismi hesab edir ki, seçkilərin nəticələri Ermənistan cəmiyyətinin son illərdə həyata keçirdiyi siyasi kursa dəstəyini nümayiş etdirir. Onların fikrincə, bu nəticələr Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması, regionda sabitliyin möhkəmləndirilməsi və kommunikasiya layihələri ətrafında dialoqun davam etdirilməsi baxımından əhəmiyyət daşıyır. Tbilisidən mövzu ilə bağlı təqdim etmək istədiyimiz məlumatlar bunlar idi. Buyurun, söz sizdə.